Naxçıvan səmaları yenə bir xəyanətin şahidi oldu. Amma bu dəfə xəyanət uzaqdan yox, elə düz burnumuzun ucundan. İslam həmrəyliyi pərdəsi altında gizlənən, əslində isə riyakarlıq libasını geyinmiş molla rejiminin mətbəxindən gəldi. İran İslam Respublikası ərazisindən qaldırılan həmin o dronlar sadəcə koordinat seçmirdi. Onlar həm də beynəlxalq hüququn, qonşuluq mənəviyyatının və ən əsası insafın qəbir daşına atılan bombalar idi. Bu hücumun məsuliyyəti tam bir mənalı və qəti şəkildə Tehranın çiyinlərindədir. O çiyinlər ki, artıq neçə vaxtdır bölgəyə sabitlik yox, barıt qoxusu və fitnə daşıyır. İran silahlı qüvvələrinin tərəfindən Naxçıvanın müqəddəs torpaqlarına dron zərbəsinin endirilməsi sadəcə hərbi insident deyil. Bu, molla rejiminin illərdir içində bəslədiyi nankorluğun, o qara riyakarlığın vulkan püskürməsidir. Sən hansı üzlə Naxçıvana, o qədim, o məğrur torpaqlara əl uzadırsan? Sən hansı məsuliyyətlə qonşu deyib, sonra qonşunun evinin içinə kəşfiyyat dronu, ardınca da ölüm qurğusu yollayırsan? Bu, acizliyin və qorxaqlığın ən rəzil əlamətidir. Mülki infrastrukturu, dinc insanları, körpələrin, qocaların istifadə etdiyi hava limanını hədəf seçmək hansı hərbi şücaətə sığır? Bu döyüş deyil, bu qorxaq bir pusqudur. Döyüş meydanında cürəti çatmayanların mülki obyektlərə ölüm yağdırması onların əsl mahiyyətini ortaya qoyur. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn bütün norma və prinsiplərini tapdalamaq deməkdir. Siz regionda sülh yox, gərginlik, sabitlik yox, xaos axtarırsınız. Amma bilin ki, o xaosun alovu ilk növbədə sizin öz əllərinizi yandıracaq. Baxın bu paradoksa, baxın bu mənəvi uçuruma. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları İranın ali liderinin vəfatı ilə bağlı dərhal ən səmimi başsağlığını verir, kədərinizə ortaq olur, səfirliyi ziyarət edib ehtiramını bildirir. Azərbaycan xalqı dar gündə qonşusuna əl uzatmağa hər zaman hazırdır. Humanitar yardım karvanlarını planlaşdırır. Bizim siyasətimizdə arxadan zərbə vurmaq deyə bir şey yoxdur. Biz heç vaxt riyakar oyunların oyunçusu olmamışıq. Azərbaycan ərazisindən İran üçün yaxud da hər hansısa bir qonşu üçün zərrə qədər də olsa təhlükə yaranmayıb və yaranmayacaq. Biz qonşuluq prinsipinə sadiq qaldıqca siz qarşınızdakına dron göndərirsiniz. Budurmu sizin din qardaşlığınız? Budurmu sizin mənəviyyatınız? Görünür, sizin üçün o qardaşlıq anlayışı sadəcə və sadəcə siyasi bazarlarda istifadə olunan bir etikadır. Mülki hava limanını hədəfə götürmək birbaşa terror aktıdır. Bu, dinc sakinlərə qarşı yönəlmiş dövlət terrorudur. Amma təəccüblənmədik. Çünki bu rejim illərdir öz daxilindəki 10 milyonlarla Azərbaycanlıya qənim kəsilib. Soydaşlarımızı ana dilindən, milli hüquqlarından məhrum eləyən, fəalları zindanlarda çürüdən, hər addımda Azərbaycanlı kimliyinə təzyiq göstərən bir zehniyyətin Naxçıvana dron atması təəssüf ki, onların xislətidir. Siz Azərbaycanlıların iradəsini sındıra bilməyəcəksiniz. Nə sərhəddin o tayında, nə də bu tayında. Öz içindəki xalqdan qorxan bir rejim kənardakı qardaşından da qorxar və qorxu hər zaman təcavüz doğurur. İran İslam Respublikasının rəhbərliyi ayılmalıdır. Qısa müddət ərzində bu cinayətə aydınlıq gətirməlidir. Bu adi bir səhv deyil. Bu qəsdən törədilmiş bir aktdır və onun rəsmi izahatı mütləq olmalıdır. Gələcəkdə də bu tip halların təkrarlanmaması üçün hansı təxirə salınmaz tədbirlər görəcəyinizi elə bütün dünya ictimaiyyəti qarşısında bəyan eləməlisiniz. Sizin sükutunuz cinayətin etirafı, yalanınız isə rəzilliyinizin
imzasıdır. Və son olaraq, Azərbaycan dövləti hədər dilində danışmağı sevmir və bizimlə bu dildə danışan tarixin zibilliyinə gömülüb. Bizə hücum edənlər həmişə peşman olublar. 44 günlük müharibədə də dəmir yumruğun dadını görənlər yaxşı bilirlər ki, Azərbaycanın səbri tükənəndə nəticəsi çox ağır olur. İran da bu qorxaq, xain əməlinə görə peşman olacaq. Biz müvafiq cavab tədbirləri görmək hüququmuzu özümüzdə saxlayırıq. Və əmin olun, bu hücum aktları cavabsız qalmayacaq. Bizim diplomatiyamız nə qədər zərifdirsə, ordumuzun cavabı elə bir o qədər də sərtdir. Azərbaycanın səmaları da, torpaqları da, qüruru da toxunulmazdır. Hər kəs öz payını alacaq. Səssiz qalmayacaq. Çünki haqq bizimdir, zəfər də bizimdir. Azərbaycan sarsılmazdır. Unutmayın ki, Naxçıvan təkcə bizim qalamız deyil, həm də sizin xəyanətinizin dən düşdüyü yerdir.